Toy xalqımızın en gözəl adətidir. Oğul qızımızın başına gəlsin. Qızım hara düşər, oğluma kim qismət olar? Böyük problemdir. Allah bu problemi həll edir. Bu günləri təkcə sən yoxsan, əzizim, belə bir mahnı var sözüm. İndi Namik yoxdur, amma qardaşı Nazım var, dayısı Müşfiq var, gəlsin bir ev adından. Şair yazıb ki, ana olmaz nə xala nə bibidən, ata olmaz nə dayı nə əmidən. Hamının öz yeri var, amma Müslüm, bacın oğlun toydu, Nazım qardaşın balasının toydu. Deyiniyim, mən tək kontrabası deyiyə bilərim. Belədir. Allah Niyaz qulunu xoşbəxt eləsin. Bu niyyətə gəlmişik. Əkmə, bitməyən yerə, can bir itməyən yerə, ayaq gedərmi ürək getməyən yerə. Adamı ürəyə getirir. Sən mənim qəlbimdəsin, qəlblə ürəyi deyirlər. Orada hər adamı salmaq olmur. Heç görmüşsünüzsə başımla bacarmıram, gözümlə, qulağımla, əlimlə deyir, ürəyimlə bacarmıram. Ürəyimlə bacarmaq mümkün deyil. Ürək istəyir ki, gəlmiş İbrahim, 3 şey geri dönməz. Zaman, söz, bir də fürsət. 3 şey insanı məhv edir. İçki, qumar, bir də qəzəb. Çalış ki, yatma qəzəbli, oyanma qəzəbli, bir işi tutanda tutma qəzəbli. Məzluma çiçək də atma qəzəbli. Yəni bu qəzəb var ha, o hər adamda var, adam gəlib bunu Bəhman Vətənoğlu yazıb. Mən sağlığında o kişini görmüşəm, Şəmkirdə, orada Şəmkirdə yaşayırdı. Balaca o kişi idi, Kəlbəcər şairi, Sucaətdir, Bəhmə. Bir görsən, bir adama görə o yerə hörmət edirlər. Məsələn, Namikə görə gələn var, Niyaz qulunun dostları var. Bu mənim sinif yoldaşımdır. Yoldaş belədir də. Yol yoldaşı, yol qutardı, yoldaşı qutardı. Əskər yoldaşı, əskəri qutardı, yoldaşı qutardı. Döyüş yoldaşları var, adamların döyüş yoldaşı. Yəni, bizim cavan oğlanlarımız 2020-ci ildə, mən baxmışsınız da o kadrlara, internetdə var. Atın üstündə 1000 dənə qoyun, 2000 dənə qoyun. Bir dənə arıq uşaq, arıq oğlan. Olmuşam məni veteranların toyunda. Demə, arıq oğlandı o. Belə baxırsa adam yıxar olan, amma yıxa bilməzsə. 30 dənə erməni öldürüb, 4 dənə zabit əsir getirib, lazım. O qədər toylar görmüşsən, toylar idarə eləmişsən, səninlə toyda olmuşam. Ona görə buradalanmam. Nazım, Müslüm dayısı var burada, əmisi var Nazım. Ne üçün gələ bilməm, Allah verdi. Evimizdə şənlikdir, yığışıbdır qonaqlar, düzdür. Belə bir bura Namikin ocağıdır, ağlama. Mən də ağlayıcı bildim, bir teatr emblemasın. Nazım, görmüşsən, mən aktyoram da. Bura ağlayıb, bura gülür. 2020-ci ilə biz belə dördük. Biz bugün rahat toy kesilir. Allah sana o qardaşın balasını xoşbəxt eləsin, Nazım. Təbrik edirəm. Bir əmi kimi gözün aydın olsun. Kimin əmisi var, onun qızıldan gəmisi var. Təbrik edirəm, ya Allah. Bir daha Nazımı alqışlayın, xahiş edirəm. Sözümü yerə salmadı. Bu boyda kişi getdi, məktub getirmiş. Qardaşlar, Allah sizin hamınızı var eləsin. Mən sizin də həmişə çalışmışam, kiçiyimiz olum, Namik də sizə kiçikdir. Namikin balaları da sizin kiçiklərimizdir. Biz çalışacaq ki, nə qədər ömrümüz var, bu fani dünyadır. Çıxıb gedən dünyadır. Kim özü ilə nə aparır?
Biz çalışacağıq ki, sadəcə kiçikliyimiz olsun. Lap Kastillə də gəlsə, Həsa ilə də gəlsə ya, o kiçikliyimizi, sözümüzü, kəlməmizi deyək. Öpürəm, xoş gəlmişsiniz, hamımızın qarşısında baş əyirəm. Allah sizi var eləsin, o gün olsun, mənə qismət olsun, mən də sizin qapınızda qol açım, rəqs verim, padnos daşıyım, kiftə daşıyım. 3 manat pul, bir kəlləqan, bir molla və salam. Lazım getmə. Bütün qohum ağraba, Müslüm gəlmədi, ne üçün bilmirəm. Bir dənə Abu-Havanı deyişək burada. Niyaz Paytonla diplomat evdə söz güləşdirmirəm deyə olub. Toy etmək vacib deyil, oynamaq da vacib deyil. Amma qardaşım balasının toyu, qohum ağraba bir dənə burada Abu-Havanı deyişdəydi. Ola. Deyir qapıya gələ, indi qapıya bıraxmırlar, biz gün qaladı yox da. Əhliman, bir havasal qohumlar oynasınlar. Necədir? Bir havasal qohumlar oynasınlar. Qəşəngi, qəşəngi.
ruhlanır ki, biz hər gün danışırıq, hər gün toydur, sabah toydur, dün hər gün toydur. Amma bunlar hər gün toylamır, hər gün Niyazqulu evlənmir. Evlənmək ibadətdir, evlənmək dinimizin yarısını qoyur. Zamanlar bizdən yaxşı bilirlər, internet var, maşallah. Bilirsən nədir bu? Allaha and olsun, xoşbəxtlikdir ki, bu evlənir. Bu evlənməsə, nəsil dayanır yerində. Tutardı. Amma evləndir, övladlar olur və nəsil davam edir. İndi Namiqin ruhunu Allah şad eləsin. 4 şeyin qədrini bil. Müsəlmanlıq, əlhəmdülillah. Cavanlığın qədrini bil, sağlamlığın qədrini bil, əmin-amanlığın qədrini bil, bir də rəhməti ölənlərin qədrini bil. İndi şəhidlərimiz bizi yaşatdılar, amma özləri şəhid oldular. Bir ağacdır, vətən övladı, vətəndir səməri, alıb öz qoynundan naz ilə böyütmüş bəhəri. Vətən övladı gərək, qədrini bilsin vətənin, o qədər qədr bilə, olmaya qədrin qədəri. Vətən uğrunda ölənlər, demə ölmüş, diridir, öz qanı ilə yazıb o tarixə mərdlik əsəri. Təkcə bir sözlə yox, işlə sevər insan vətənin. Mərd o kəsdir ki, bərabərdir sözü ilə hünəri. Şair Məmməd Araz yazıb ki, vətən mənə oğul desə nə dərdim? Mamur olub qayasında bitərdim. Hər kimi vətən oğul demir. Məsələn, adamlar eşidir, istəyir, mən də şəhid olmaq istəyir. Yalan deyir. Bunlar benim qismətlədir, məqam. Bir daha şəkillərə baxın, hamı qəşəng uşaqlar. Bizə görə olublar. Allah müzəffər, şəhadətli ordumuzu qorusun. Allah düşmənlərimizin başını daş salsın. Amin. Belədir. Şükür Allaha ki, qiyamətə qalmadı. Biz indi rahat, toy misal, nişan, ad günü, vəsibə sürü, əla. Amma vəsibə yolunda gelmək olmalar, bilməsinlər. Bir nəfər evə qonaq getirdi. Usta, Allah verdi, eşitmirsən bək. Bu Yusuf bunu çox xoş deyir. Onsuz da mənə deyəcəm. Siz usta evə çağırmışsınız da usta. Ustaya deyir ki, sən bu polu neçə günə vura bilərsən? Usta deyir, patoloku 2 günə. Deyir, patoloku demirəm, polu deyirəm ben. İndi 3 dəqiqə, 5 dəqiqə hava dəyişir. Hərdən o efirdə deyirlər, kanal değişimi reklamlara bağların sponsorlarımız. Belədir. Allah verdi. Sən hər toyda gərək xeyir dua verəsən, elə bir adamda öz sərpaysan. Özbək gələcək birazdan. 3 vaxt insan yaşayırdı. Uşaqlıq dövür. Uşaqlıqla qocalıq eynidir. Uşağın da gücü olma qocalıq. Mesela 90 yaşlı kişiye 1 milyon ben neyin necəyim? Heç nə. Cavanlaşma. 90. Cavanlıqda neynədir elədir? Cavanlıq getdi gəlməz, qocalıq gəldi getməz. Bugün bu cavan oğlanı toydun, birazdan gəlsin Niyazqulu. Onu təbrik edirəm. Siz də təbrik edirsiniz. Allah ona əməli salih, xeyirli, sözə baxan, Allah istəyən övladlar qismət edir. Biz yox, Allah istəyən. Adam var, ata ilə çənə vurur. Görürəm də, məsələn, danlamışam oğlu ki, bu sənin atondur. 2 yaşında ayar var. Arvad döysə anondur. Arvad nə də la? Akşi yox. Bu sən atondur. Ataya hörmət, Allaha hörmətdir. Atanın ızdaq olmaq, Allahın ızdaq olmaq. Bəzi adamlar var, bir kaş atam sağ olaydı. Belə sözlər var. Bir arzum var ey insanlar, qoyun deyim, sağlığında qiymət verin insanlara. Ey yeni yetmə cavan oğlan olmuş bu cavanlıq sənə sultan, bu cavanlıqda halal zəhmətə bağlan, həyatın ən gözəl anı, ömrün qönçə dahanı, bu cavanlıqda da valla edirəm mətləb agah. Bax atana, bax anana, bu sübutdur yaradana. Allah'ım bütün atalara yaxşı övladlar qismət eləsin. Atanı saxlayan Allah'tır bir övladdır, öldürən də Allah'tır bir övladdır. O vaxt bir nəfər partiya keçirdilmişlər. Leyli Şəkilin göstərirlər, tanıyırsan bunu. Bu da deyir, o tanımıram. Bana Leylin'de Vladimir Leyli. Bunun partiyasına kezi, Komünist Partiyası. Bu da değil. Leylin'de bu. Kişinizi değişim bu ya. Millildi fasondadır. Allah böyle birden toy olmasa adam qozalar belə. Əhlim ağam. Mesela musiqiçi var. Ona qulaq asırlar. Bayaqdan bir də sənin fanatlarından. Durda ayaq. Baxırsan da. El çaldı. El çalmaq müşkül məsələ əhlim ağam. Bunu qazanmaq. Əhlim ağam müəllimdir. Əhliman atamı, anamı incitməmiş o belə bir övladdır. Əhliman bu ansamblının bədi yaradıb. İnsanı fikir aparır. Fikirləşib bir dənə köynə Bakı yaradıb. Efirdə, toyda, nişanda. Əvvəl
Bu günlər məsələn mən bələdçi elədim ki, Əhliman gilə gedirdim. Yolu göstərdim, yəni 20 manat böyük puldur. Getdi tapdı bunların evini belə. Bir cavan etdi sual, kim yaradı bu dünyanı? Ona həm söhbət olub söylədi bir pirani. Dedi, Xaliq yaradıb xubiləri qudrətdən, indi arif sənəgər, dərk elə bu mənalı. Nə birinci toydu, nə axırıncı toydu. İlk dəfə Allah evləndirdi Adəm Peyğəmbəri. Bilirsiniz də, necə olub bu? Allah Adəm Peyğəmbəri yaratdı palçıqdan. Allah insanı yaradı palçıqdan, gildən, qara gildən. Biz torpaqdır, sən bizi insan etdin. Allah deyir, Məhəmməd Füzuli Allah'a deyir. Şirəli xoş gəlmişsən, Şirəli Bakılı, Allah saxlasın. Ha, bu da belə övladdır. Atamı, anamı, adamlar oxuyun eləmir. Anar da elədir, bu köpək oğlu yaxşı oxuyub elə. Atamı, anamı incitməyəm, 200 ilə köpək oğlu var. Yaxşı bir də pis olur. Yaxşı oxudu köpək oğlu. Axıya bilmir ki, Allah. Nə başıqlar? Adəm Peyğəmbəri Allah yaratdı. Adəm Peyğəmbər Allah'a dedi, ilahi, bir məxluq yarat. Mən darıxmayayım. Allah Taala o palçığı qalan hissəsindən də Həvva nənəni yaratdı. Adəm Peyğəmbər Həvva nənəni görən kimi dedi, gəl mənim yanıma. Dedi, o sən mənə istəmirsən, gəl mənim yanıma. O getdi Adəm Peyğəmbər Həvva nənənin yanına. O vaxtdan elçilik aldı, oğlan evindən qız evinə gedirlər. Kəbin doğdu Allah. Yəni toy etmək vacib deyil, amma kəbin vacibdir. Şirəli, xoş gəlmişəm, mən də xoş gəlmişəm. Bura Niyazqulun ocağıdır, Namikin Allah ruhunu şad eləsin. Qardaşlar da var, maşallah. Dostları var, qohum əqrəba var. Anar oxuyub. Ana, sən gedə bilərsən. Əhliman, heç bir problem. Götür kılarını vur başıma. Belə. Xahiş edirəm, imkanımız varsa bir dənə Niyazqulunu, Əhlimanı, operatorları, Şirzan Allah balalarını toy qismət eləsin. Sən nə yaxşılan bu, Şirzan? Şirzan, Allah sənə 1000 il ömür versə ilhamla bir yerdə. Ayrılmaz dostlar, Kərbala Qurban, Emin, Anar, çay dəmləyənlər, gətirənlər, pişirənlər, hamıya təşəkkür edirəm. Toya da 2 cürə insanlar gəlir, pul gətirənlər və pul aparanlar, buyurun. Sözü verən pul aparanlar, musiqi bir qidadır bədənə, əhsən olsun onu gözəl ifadə edən. Əhliman, Manaf oğlu, Köylə Bakı.
olun.